Deməli, aparat təminatı ilə bağlı belə bir sualımız var. Doğru olmayan fikirləri seçin. Bütün yaddaş qurğuları sistem lövhəsi üzərində yerləşir. Xeyr, təbii ki. Yəni, elə yaddaş qurğularımız var ki, onlar sistem lövhəsi, yəni ana lövhənin üzərində yerləşmir. Məsələn, xarici yaddaş qurğularımızdan HDD, hard disk, SSD, bax bunlar sistem blokunun içərisində yerləşir, ancaq lövhə üzərində yerləşmir. Yəni, yaddaş qurğularımız çoxdur bizim. FTD, optik disklərimiz, flash kart, flash yaddaşlar çoxdur. Və bu o demək deyil ki, bütün yaddaş qurğuları lövhə üzərində yerləşir. Yanlış olduğuna görə, yəni doğru olmayan fikir olduğuna görə götürürük. Home, End, Page Up, Page Down kursorun idarə olunması klavişləridir. Bəli, doğrudur. Home bizim kursorumuzu sətrin əvvəlinə, End kursor sətrin sonuna, Page Up bir ekran görüntüsü qədər yuxarı aparır kursorumuzu, Page Down isə bir ekran görüntüsü qədərən aşağı düşürmüş olur kursoru. Yəni, bundan başqa sola, bir hərf sola, hərf sağa, sətir yuxarı, sətir aşağı aparan bizim kursoru idarə edən belə bir düymələrimiz də var. Yəni, doğru fikirdir. Daha sonra plotter, printerdən bir fərqli olaraq məlumatları kompütera daxil edən qurğudur. Yəni, yanlışdır. Nə plotter, nə printer informasiyanı kompütera daxil edən qurğu deyil. Həm plotter böyük kağızlar üzərində informasiyanı çap edən bir çıxış qurğusudur, həm də printer təbii ki, çıxış qurğusudur. Yanlış cavab, doğru olmayan fikir olduğuna görə götürürük. RAM daxili yaddaş qurğularından biridir. Bayaq adını çəkmişdim burada. RAM yaddaş lövhə üzərində yerləşən bir daxili yaddaşdır. Operativ yaddaş, müvəqqəti, enerjidən asılı əməli yaddaşdır və təbii ki, daxili yaddaşdır. Doğru fikirdir. Nüvə mərkəzi prosesorun bilavasitə hesablama işlərini görən hissəsidir. Yəni, bu da doğru fikirdir. Bizdən doğru olmayan fikirləri istədiyinə görə cavab olacaq aşıqlar D variantı.